Sidik yolu infeksiyası uşaqlarda ən sıx rast gəldiyimiz şikayətlərdən biridir. Yeni doğulmuş körpələrdə, 1-6 yaşlı qız uşaqlarında və sünnətsiz oğlan uşaqlarında çox sıx rastlaşdığımız bir şikayətdir. Yeni doğulmuş körpədə sidik yolu infeksiyasının olduğunu necə bilə bilərsiniz? Həmin uşaqların çəki artımı çox pis olar, iştahsız olarlar, tez-tez qusmalar olar, genital bölgəsində qızartılar olar, xüsusilə qız uşaqlarında. Pampersi açdıqda, yəni uşağın bezini açdıqda kəskin qoxu olar. Bəzən qan ləkələri görə bilərsiniz sidikdə. Daha böyük yaşlı uşaqlarda isə onlar öz şikayətlərini deyə bildiklərinə görə onlar tez-tez, az-az sidiyə gedərlər və onlarda göynəmə, yanma hissiyatı olar və bunlar öz şikayətlərini bildirə bilərlər. Belə olduğu halda uşaqlara sidik analizi vermək lazımdır. Əgər sidikdə bakteriya aşkarlanarsa, bakterioloji analiz verib, onun nəticəsinə uyğun olaraq antibiotik təyin edib uşağı müalicə etmək lazımdır. Əgər bu kimi şikayətləriniz varsa, vaxtında analizlərinizi verib, vaxtında həkimə müraciət edib müalicənizi başlamalısınız ki, daha ciddi fəsadlar olmasın. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.